Salam, hər vaxtınız xeyir olsun. Unframe belə deyək də, yəni adından da bəllidir, ingilis dilinə tərcümədir, sərhədsiz, ramkadan kənar deməkdir. Yəni bu niyə görə seçilib bu ad? Ona görə ki, Noframe konsepti, Noframe ideyası ilk elə başlanğıcda da sırf heç kəsin cürət etmədiyi, hər kəsin dilində olan, istifadə edən və belə bir addımı heç kəs atmamışdı indiyə kimi ki, bu sözləri hansısa bir məhsul üzərinə köçürsünlər. Yəni biz bu sərhədləri qırdıq, biz bu sərhəddi keçdik. Ona görə də ad sırf buna görə belə də sərhədsiz qoyuldu. Həm də ondan ibarətdir ki, insanlar bizə həmçinin Noframe-dən məhsul sifariş edəndə nəinki stokda olan məhsullardan əldə edə bilərlər, həmçinin Kuku. Okay, nəinki bizdə olan məhsullardan əldə edə bilərlər, həmçinin onlar öz istəklərinə uyğun frazalar, sözləri sifariş edə bilərlər və biz onlara həmçinin burada da sərhədsiz bir imkan yaradırıq ki, istədikləri frazaları belə bizə müraciət edərək öz sevdiklərinə, yəni dillə yox, bizim məhsullar sayəsində çatdırsınlar. 5 ildir bu Noframe brendi artıq fəaliyyət görür və bu 5 il ərzində bizə istənilən, bizə sifariş olunan məhsulların arasında olan sözlər arasında çox məzəli, çox gülməli, yəni frazalar olub, həddindən artıq çox olub. Hətta elə frazalar olub ki, 18+, yəni biz bunu düşünmüşük ki, biz bunu necə şirələyək, biz bunu adam arasına edək. Çünki bunun texniki tərəfində bizim komandadan başqa digər insanlar da var ki, biz bunlara qabağına bunu necə çıxardıq, ay filan kəs görər, vay biabırçılıq, amma bütün bunlara baxmayaraq, cəsarətli addımlarla, sırf humoristik emosiyaları bəxş etmək üçün biz bunlara qatlandıq və mənə elə gəlir ki, düzdə etdik. Ümumiyyətlə, Azərbaycanda qadın kimi fəaliyyət göstərmək çətin deyil. Çünki digər ölkələrə baxanda Azərbaycanda qadına hörmət, yəni qadına önəm buraxmaq, qadına hörmət eləmək, xanımdır, falandır. Yəni biz bunu həyatımızın, ömrümüzün hər sahəsində görürük. Elementar maşın sürəndə də, nəqliyyatdan istifadə edəndə də, restoran qapısından çıxanda da, yəni kişi xanıma hörmət edir. Yəni bu baxımdan, bu nöqteyi nəzərdən baxanda bəzi nüanslarda rahatlıq var, bəli. Yəni xanımdır deyib hər hansı bir işləri irəli çəkmək olur. Amma işin fiziki tərəfinə baxanda, bəli, burada çətinlik olur. Mən tamamilə bu fikrin arxasında dururam. Yəni feminist deyiləm qəti surətdə, cəmiyyətdə həm xanımın, həm bəyin öz rolu var. Xanım fiziki işlərdə kişilərdən geridədir. Yəni onların güclə etdikləri hərəkətləri xanım bunu eləyə bilməz. Biz daha çox morallə, biz daha çox dilimizlə, sözümüzlə hansısa bir işləri irəli apara bilirik. Yəni sadəcə biraz yox, yetərincə özünə inamlı olmaq lazımdır. Yəni bir işi başlamaq üçün, bir işi irəli aparmaq üçün bu nüans xanıma bəyə bölünmür, bu inam olmalıdır həmişə. Həmişə pozitiv ötürməklə məşğul olmuşam. Ümumiyyətlə, həyatda da məni tanıyan insanlar bilir ki, çox zaman gülürəm, yəni çox pozitiv əhval-ruhiyyədə oluram adətən, amma məni yaxşı tanıyanlar bilir ki, çox emosional və tez özümdən çıxıram. Yəni, məni tanımayan ortamda çox gülərizəm, həddindən artıq. Amma bu Noframe brendində də olan bu frazalar sırf bundan irəli gələrək yanaşmadı ki, insanlar zaten hər birimizin həyatında yetəri qədər problem var. Onsuz da hər kəsin öz həyatı, öz quruluşu falan filan, amma Noframe çalışır ki, ən azından onu əldə edən insan, onu istifadə edən insan günün müəyyən saatlarında, müəyyən vaxtlarında onunla rastlaşanda üzünə təbəssüm yaransın. Yəni hətta biz çox zaman öz qonaqlarımızdan, müştərilərimizdən xahiş edirik ki, hansısa bir hədiyyəni təqdim edirik, nə olar, o emosional anı, o hədiyyənin açılma prosesini, onun ilk dəfə o insanın o frazanı oxuyanda keçirdiyi emosiyaları çox maraqla gözləyirik. Öz aramızda da olur ki, ayda görəsən necə oldu, görəsən nə reaksiya verdi. Ya bu hisslər həqiqətən həm maraqlıdır, həm də sevindiricidir. Kimisə sevindirmək özü çox böyük bir işdir. Baxmayaraq ki, Noframe bundan təbii ki, qarşılığında maddi qarşılığı var, amma düşünərkən ki, insanlar, yəni bu maddiyyatdan söhbət getmir. Hoşumuza qatdı özünə. Yəni söhbət maddiyyatdan getmir. Yəni yaşanan, qazanılan emosiyalar bu məncə
heç bir pulla ölçülən bir şey deyil. Yəni bu xoşbəxtlik çox yaxşı bir şeydir. Yəni hamı da bunu arzulayıram. Təbii ki, qohum-əqrəba, yaxınlar tərəfindən biraz sorğulandı təbii ki. Xüsusən də anam tərəfindən vay vay vay. Bu sözləri yazırsan, vay filan kəs baxır, vay filan kəs baxır. Yəni indi sadəcə biz elə bir zamana dövrə gəlib çatmışıq ki, demirəm ki, biz adət-ənənələrimizi, öz keçmişimizi falan filan unutmalıyıq. Yox. Amma öz daxilimizə, öz ruhumuza azadlıq vermək məncə gecikmiş, yəni bu lazımdır. Mən nənəmdən eşitdiyim o belə deyək də zarafatlı və biraz 18+ sözləri, yəni bunları mən eşitmişəm. Bunu biraz bu ailədən kənara çıxardaraq insanlara gülüş bəxş etməkdə mən mənfi bir şey görmürəm. Yəni heç kəsi təhqir eləmirsə bir insan, sadəcə bu söz zaten bizim dilimizdə var. Hər kəs öz ailəsində bunu işlədir. Bunu biraz bir damcı qlobal deməzdim. Yəni biraz ölkəmiz sinirlərində belə daha biraz ətraflı danışaq. Yəni bir kəsə sırf ünvanlamadan, təhqir etmədən, mən də nəbi sözdən həqiqətən çox istifadə edirəm. Hətta elə sözləri var ki, onu ümumiyyətlə istifadə eləmək olmaz. Amma məncə onlar artıq ömürlərini yaşayıb, başa vurub gediblər, Allah rəhmət eləsin. Amma sözləri qalıb, məncə bunu yaşatmaq lazımdır. Yəni biz də mənə elə gəlir ki, necə deyim, biraz da çox belə getdim, nostalgiya getdim, çıxdım. Hə, nənələr elədir. Çox əzizdir. Allah hamının böyüklərini saxlasın, can sağlığı versin, ölənlərə rəhmət eləsin. Bilmirəm, mənim ruhuma çox yaxındır. Mənim demirəm ki, yaradıcılıqdır. Xeyr, yaradıcılıq kreativlikdir. Yaradıcılıq, mən 13 il təhsilim var rəssamlıq sahəsində. Keramika sahəsində 15 il praktikam var, stajım var. Yəni mənim yaradıcılığım bu söz yazmaq deyil. Yəni məni tanıyan bilir, mənim Asul adlı səhifəm də var. Yəni orada mən öz yaradıcı işlərimlə bölüşürəm, paylaşıram. Bu sırf emosional tərəfdən məni qidalandıran, insanların emosiyalara bölüşmək, onlardan emosiyalar almaq, yəni bu mənim üçün çox vacib bir şeydir. Yəni qarşılıqlı kommunikasiya və qarşılıqlı emosional paylaşım. Noframe ilk brend idi ki, keramika üzərində yazı yazdı. Yəni ilk dəfə bu addımı Noframe atmışdı və çox da uğurlu oldu. Çox uğurlu alındı. Nəyə görə? Çünki çox net idi. Ağ, yəni maloçin rəngdə məhsullar və üzərində qara ilə yazılar. Bu bir müddət əməli başlı boom elədi. Amma sonra keramika sahəsində çalışan insanların sayı artdı. Bu çox yaxşıdır, bu çox sevindiricidir. Çünki harda rəqabət varsa orada inkişaf var. Bəyənmədiyim nüans sırf ondan ibarətdir ki, kimsə kimisə təkrarlanmasın, kimsə kimisə kopyalamasın. Hər kəs öz yaradıcılığı o yolundan getsin. Nəsə inspiration, ilhamlanmaq olar, amma kimisə konkret olaraq kopyalamaq, təkrarlamaq olub ki, dəfələrlə bizim frazalardan istifadə olunub, yəni sırf bizim beynin məhsul olan frazalardan olub ki, stilimizi təkrar etmək istəyiblər. Nə olan şeydir. Bu əslində sevindirir, çünki nə qədər də təkrar etsələr biz öndəyik. Tək ki, hər kəsənin öz yaradıcılığı olsun, bunu arzulayardım. Yəni təkrar etməyək bir-birimizi. Ümumiyyətlə, təkcə yaradıcılıqdan söhbət getmir. Xanımlara, qadınlara cəsarətli olmalarını arzulayıram. İstər fərqi yoxdur, hansı bir iş, sizin yaşınız neçədir, praktikanız olub, hansı sahədə olmayıb. Bir şeyi arzulayın, ona inanın və cəsarətli addımlarla, planlı şəkildə irəli gedin. Bu çox vacib bir şeydir. Qorxmadan, çəkinmədən, nələrsə düşünmədən Azərbaycan xanımı, qadını özünü illər boyu qurban verib. Ailə, uşaq, ev, öz arzuları olmayıb, arzulamağı belə unudublar ki, arzu nə olan şeydir. Mən bunu arzulamazdım bizim xanımlara. İnkişaf edin, oxuyun, öyrənin, yaradın, inkişaf edin, yəni işləyin. Öz üzərinizdə də, ətrafınızda da heç kəsi qoymayın sizi əzsin. Getməyin. Evet, getməyin. Zarafat edirəm. Hər kəsə bir qisməti var. Yəni xeyirli bir tanıyın, bilin sonra. Tanıyın, bilin. Mütləq, yəni ay filan kəs ərə get. Bu temaları heç sevmirəm. Hər kəs ərə getməli deyə bir şey yoxdur. Hər kəs evlənməlidir deyə bir şey yoxdur. Hər kəs uşaq dünyaya gətirməlidir deyə bir şey yoxdur. Hər kəsin öz istəyi, arzusu
Tək ki, hamımız xoşbəxt olaq, daxilimizdəki mənimizlə yaşamağı bacaraq.